أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. السلام عليك يا أبا عبد الله وعلى الأرواح التي حلت بفنائك. عليك مني جميعا سلام الله أبدا ما بقيت وبقي الليل والنهار، ولا جعله الله آخر العهد مني لزيارتكم. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين عليه السلام. السلام عليك يا أبا الفضل عباس يا قمر بني هاشم ورحمة الله وبركاته. Allah'ın salamı ve rahmeti olsun aziz Müslüman Azərbaycan xalqına, İmam Hüseyin əleyhissalamın aşiqlərinə. Məhərrəm ayı gəlib yetişdi. İmam Hüseyin əleyhissalamın aşiqləri qanları cuşa gəlib bir daha İmam Hüseyin əleyhissalamla beyət edəcəklər. Və bu beyət nəticəsində İmam-ı Zaman əleyhissalamın yar-yavərləri artacaq, insanlarda bəsirət artacaq, tarixdən ibrət artacaq, şuur və məhəbbət artacaq, mehr və məhəbbət artacaq və bunlar artıqda Həzrət-i Hüccət ibn Həsən İmam-ı Zaman əleyhissalam üçün və zuhur üçün və yer üzündə Allahın hakimiyyətinin qurulması üçün şərait və zəminə yaranacaq. Mən çıxışımın önündə vəzifə bilirəm ki, bu matəm gecələrində Həzrət-i Hüccət ibn Həsən İmam-ı Zaman əleyhissalama dua edəm və sizlərlə birlikdə İmamımızı yad edək inşallah. Bismillahirrahmanirrahim. Allahümme kulli veliyyekel Hüccət ibnel Həsən salavatuke aleyhi və ala abaih fi havzes sa'ah və fi kulli sa'ah veliyyen və hafizən və qaiden və nasira və delilen və ayna hatta tuskenehu ardaka taw'a وتمتعه فيها طويلا. اللهم صل على محمد وآل محمد وعجل فرجهم. Bu gecə Hazreti İmam Hüseyin əleyhissalam və əshabının Kərbəlaya daxil olan gecəsidir. İmam Hüseyin əleyhissalam öz əshabıyla, qızlarıyla, gəlinləriylə, balalarıyla Kərbəlaya daxil olurlar. Bu müsibət ağır bir müsibətdir. Bu müsibəti dərk etmək üçün gərək insan biraz o şəraiti başa düşsün. Kiminsə körpə uşağı var evində bilir. Hələ indiki şəraitlə, maşınla, müxtəlif sürətli miniklərlə adam yola çıxır, yarım saat keçir, uşaq soruşur ki, ayata nə vaxt çatacaq, nə vaxt çatacaq? İndi təsəvvür edin, Zilhəccə ayının 8-dən Həzrət Əbu Abdullah el-Hüseyn yola çıxıb və qız gəlinlərlə, əshabı ilə birlikdə Küfəyə doğru gedirlər və Küfədə Allah hakimiyyətinin bərpası üçün əshab-ı Əbu Abdullah Hüseyin və onun ailəsi onunla birlikdə hərəkət edirlər. Belə bir vəziyyətdə istihavada qız uşaqlar, gəlinlər İmam Hüseyin əleyhissalamla birlikdə gəlib yetişdilər bir yerə ki, Hür öz qoşunuyla
İmam Hüseyin əleyhisselama yolu bağladı. İmam Hüseyin əleyhisselama nə icazə verirdi ki, geriyə qayıtsın, nə də İmam Hüseyin əleyhisselama icazə verirdi ki, Küfəyə getsin. Yəni yolu bağlamışdı İmam Hüseyin əleyhisselam. İmam Hüseyin əleyhisselama hür deyirdi ki, nə icazəm var sərin bir yerdə, ağaclar altında, hansı bir kənddə, hansı bir abad bir yerdə məskunlaşasan. Bunların heç birinə icazən yoxdur. İmam Hüseyin əleyhisselam əshabı ilə, ailəsi ilə birlikdə bir neçə gün sərgərdan idilər bu səhrada. Bir yerdə İmam Hüseyin əleyhisselam buyurdu ki, artıq burada dayanın və çadırları qurun. Sual elədi, bura haradır? Dedilər, ağa o səhra ki görürsən, ora Neynəvadır. Bu kənd ki görürsən biraz ab-ı havası xoşdur, yaxşıdır, adı Qadiriyədir. Amma bura ki indi dayanmışsan isti qumlar üstündə, buranın adı Kərbəladır. İmam Hüseyin əleyhisselam bu adı eşitdi, başını saldı aşağı ve buyurdu, İnna lillah ve inna ileyhi raciun. Gördüler İmam Hüseyin əleyhisselamın üzü döndü. İmam Hüseyin əleyhisselam sanki bir aşık öz məşuquna çatar, öz qərarına çatar, öz görüş yerine çatar. İmam Hüseyin əleyhisselam hem üzündə şövq var, hem de bir qəm var. Qız gəlinlər, bacısı Həzrəti Zeynəb hiss elədi, burada bir şey var. İmam Hüseyin əleyhisselam yavaşca bəzi əshabına dedi, bura həmin yerdir ki, cəddim Resulullah, atam İmam Hüseyin əleyhisselam, qardaşım İmam Həsən mənə vədə verib. Bura o yerdir ki, mən və əshabım qanıma qəltan olacaq. Bura Kərbəladır. Bura Kərbəladır. Və bu Kərbəla bütün bu əshab-ı İmam Hüseyin əleyhisselama ağır bir imtihan idi. İmam Hüseyin əleyhisselam Mədinədən Küfəyə çıxanda çoxlu insanlar İmam Hüseyin əleyhisselama qoşuldular. Gəlirlər Küfəyə tərəf. Hüseyin əleyhisselama 18 min dənə çox mərd, kişilər, qəbilə qovm başçıları, güclü qüdrətli insanlar məktub yazıblar və imamın ətrafında olanlar da bu ab-ı həvanı gördülər. Bəziləri də hiss edirdilər ki, yaxşı qüdrət var qarşısında, pul var, ehtiram var. Çoxlu niyyətlər bir-birinə qarışdı və İmam Hüseyin əleyhisselama qoşuldular. İmam Hüseyin əleyhisselamla birlikdə hərəkət eylədilər Küfəyə tərəf. Küfəyə tərəf gedən yolda çoxları xəbərdar olurdular. Hüseyin ibn Əli hara gedir? Cavab gəlirdi, Küfə əhli məktub yazıblar, 18 min dənə sərləşgər, dilavər, cəngavər, qəbilə başçıları Hüseyin ibn Əliyə gəlsin, bizə hakimiyyət eyləsin, bizim üçün dövlət qursun. Çoxları həvəsə düşürdülər, getsinlər Hüseyin ibn Əli ilə birlikdə bu nazı nemətdən istifadə etsinlər. Yolda ki eşitdilər Müslim ibn Əqilin şəhadətini, o vaxt İmam Hüseyin əleyhisselamın ən qəmli, ən kədərli, ən qüssəli, tənha qalmış günü idi.
Aşura gecəsindən, Aşura günündən belə tənha idi İmam Hüseyn əleyhissalam. Çoxları çıxıb getdilər. Çoxları İmam Hüseyn əleyhissalamı tək qoydular. 2 nəfərin şəhadətini eşitmişdilər. Amma deyirdilər Müslüm var da, Müslüm şəraiti qurub. İndi ortada da İbn Ziyad gəlib vurub bir neçə nəfəri şəhid edib. Yox, gedirik. Qüdrəti ələ keçirdək, dövləti ələ keçirdək, pulların, sərvətləri ələ keçirdək. Bu zülümdən qurtaraq, gedirik. Ona görə İmam Hüseyn əleyhissalama qoşulurdular. Amma Müslim ibn Aqilin şəhadət xəbəri ki gəlib yetişdi, aləm dəydi bir-birinə. Gördülər, yox, Kufə əldən gedib, İbn Ziyad hakim olub, Hürrün ləşkəri də yoldadır, yollar bağlanacaq, qaça bilməyəcəklər, nə Kufəyə gedə bilirlər, nə geriyə qayıda biləcəklər. Bir başladılar İmam Hüseyn əleyhissalamın ətrafında olanlar qaçmağa. O qədər qaçdılar ki, İmam Hüseyn əleyhissalam qalmışdı. Bəni Haşim cavanları, bir neçə nəfərdə mərd kişilər Ləbbeyk ya Hüseyn demişdilər. Şəhadət eşkinə, vilayət və itaət eşkinə gəlirdilər. İmam Hüseyn əleyhissalamla təməh yox idi. Var dövlət, qudrət, ehtiram, izzət tamahı yox idi. Hüseyn əleyhissalama aşiq idilər. Vəzifə olaraq imamın ətrafındaydılar. Onlar qaldılar. Belə bir vəziyyət idi ki, düşmənin sayına min qoşun artırdı. İmam Hüseyn əleyhissalamın əshabına bir nəfər artanda Həzrəti Zeynəb sevinirdi. Qız balalar sevinirdilər. Bir nəfər gəldi. Amma bir nəfər gəldi. Ya Hüseyn, sən bugün qəbul eylə. Bugün qəbul eylə. Yüz minlərlə, milyonlarla insan Ləbbeyk ya Hüseyn deyir. Bir və bir gəlsinlər İmam-ı Zaman əleyhissalama qoşulsunlar. Əzizlər, vaxtınızı çox almayım. Əsas budur ki, hər yerdəsiz, bacarırsınız, İmam Hüseyn əleyhissalama bir məclis qurun. Səhralarda, biyabanlarda, evlərdə, məscidlərdə, çadırlarda, hər yerdəsiz. İmam Sadiq əleyhissalam buyurardı ki, evlərinizdə İmam Hüseyn əleyhissalama məclis qurun. Əhlə əyalınıza əmr edin, İmam Hüseyn əleyhissalama ağlasınlar. Rovzə deyin, şeir oxuyun. İmam Hüseyn əleyhissalamın Hüseyniyyəsi olmalıdır bizim evlərimiz. O qəlblər ki, İmam Hüseyn əleyhissalama Hüseyniyyə oldular, o qəlblərdə yaşayan məhəbbət həmin insanların evini Hüseyniyyəyə çevirəcək. Gözləməz məddah olsun, çıxış eləyən olsun, özü Hüseyn deyər, ağlayar. Ya Zeynəb deyər, ağlayar. Ləbbeykə ya Hüseyn deyər, beyət edər Əbu Abdullah. Niyə bu əzadarlıq məclisləri, niyə bu rovzə məclisləri, niyə bu sinə zənlə, niyə bu təkrar olur, təkrar olur, təkrar olur, bu qəm, bu qüssə, amma heç vaxt soyumur. Ona görə ki, bunun arxasında Allah özü dayanıb. Bu mehr o məhəbbəti, bu eşqi, bu qəmi və qüssəni bizə Allah özü verib. Allah özü bizim başımıza minnət qoyub, biz əzadarı Hüseynik. 8 milyard insanın içərisində xoş olsun bizim halımıza. Həmd olsun aləmlərin Rəbbinə ki, bizlərə əzadarı Hüseyn eylədi. Elhamdülillahəl-ləzi cealena minəl متمسكين بولاية علي بن أبي طالب والأئمة المعصومين عليه السلام ومن الباكين على الحسين عليه السلام. Allah'a həmd olsun ki bizlərə Ali ibn Əbi Talibin
və onun balalarının şiələri qərar verdi və bizlərə İmam Hüseynə ağlayanlar qərar verdi. Bu ağlamaq, bu əzab, bu qəm, bu qüssə, bunun cinsi, bunun növü fərq eləyir. Hər bir qəm və qüssə, hər bir kədər insanı narahat edir, insanı stresə salır, insanın halını alır, insan narahat olur. Allah eləməsin, insanın bir əzizi dünyasını dəyişər, bir yaxını dünyasını dəyişər, insan bir neçə gün özünə gəlməz, narahat olar, stres içində olar, dünya ona daralar. Amma İmam Hüseyin əleyhisselamın qəmi və rovzəsi bu cür deyil. İnsan ki İmam Hüseyin əleyhisselamın qəmində və rovzəsində oturdu, İmam Hüseyin əleyhisselama ağladı, sanki şücaəti artır, enerjisi neçə bərabər olur, eşq tufan edir, qeyrət nümayiş olmağa başlayır. Həzrəti Əbu Abdullah'ın eşqi və qəmi və qüssəsi və əzası insanı bəsirət sahibi edir, insanı hikmət sahibi edir, insanı qeyrət sahibi edir, insan hərəkətə keçir, insan dünyavi qəmlərdən azad olur. İnsan ki Hüseynə ağladır, bütün qəmi və qüssəsi və stresi gedir, Hüseynə ağlayır, Hüseynə gözyaşı tökür, Hüseyni tanıyır. Bəs biz İmam Hüseyin əleyhisselama ağlayırıq, qəmlənirik, rovzə oxuyuruq, əzadarlıq edirik, Kərbəlanı yaşayırıq. Niyə? Ona görə ki bir daha aşuralar təkrar olmasın. Bu ibrətli hadisələri oxuyuruq, başımıza vurub gözyaşı tökürük. Ya Hüseyn deyirik, və əbi əntə və ummi, ata və anam sənə qurban ya Hüseyn deyirik. Kaş səninlə Kərbəlada olardıq, fəryad edirik, bir dəlili var. Ya Əbu Abdullah, mən Kərbəlada olmadım ki səninlə birlikdə zalim qövmün qarşısında vuruşam, Yezidlərin əleyhinə vuruşam, zülmün qarşısında dayanıb məzlumu və dini və Qur'anı müdafiə edəm. Amma bugün varam, Kərbəlanı yaşayıram, ibrətli tarixi oxuyuram. Ləbbeyk ya Hüseyin deyirəm ki, bir daha İmam zamanım üçün Aşura təkrar olmasın. Bir daha Kufə əhli kimi Ləbbeyk ya Məhdi deyib, Məhdi səlamullah əleyh qətligahda təkə tənha qərib başı kəsilməsin. Mən Aşuranın təkrar olunmasının qarşısını alacağam göz yaşlarımla və göz yaşlarından qaynaqlanan bəsirətlə və şücaətlə. Əgər birəm bu sayı 2 edərəm, 2yəm bu sayı 20 edərəm, 20yəm bu sayı 200 edərəm, 200yəm bu sayı 2000, 2000yəm bu sayı 200 min, 200 minəm bu sayı 2 milyon, 2 milyonam bu sayı 20 milyon edərəm. İmam-ı Zaman üçün hərəkətə keçərəm. Demərəm elə mən özüm bu qəmdə, bu qümsədə ağlayıram. Ləbbeyk ya Hüseyin deyirəm, ləbbeyk ya Məhdi deyirəm, bəsdir. Ayağa qalxıram, bir nəfərəm bu rovzəni tuturam, ağlayıram. Özümə bir nəfər artırıram, balalarımı artırıram, qız gəlinlərimi artırıram. Siz də Hüseyin ibn Əlini tanıyın. Hüseyin ibn Əli qiyam etmədi ki, yer üzündə fəsad tövrətsin, şəxsi qudrətə, malı dövlətə çatsın. Hüseyin ibn Əli qiyam etdi. İnsaniyyət, kəramət, qeyrət, şücaət, Allahın konstitusiyası olan dini, Qur'an-ı Kərim, ədalət, gözəlliklər, əxlaqlar yaşasın və pisliklər, yezidlər, zalimlar, şeytanlar, tağutlar, hizb o şeytan məhv olub aradan geçsin. Hüseyin ibn Əli bəşəriyyətin nicatı üçün, dünyanın nicatı üçün ayağa qalxdı. Zalimə boyun əymədi, yezidlərlə beyət etmədi,
qorxmadı və Allah təbarək və Teala ilə əhd-i peyman bağladı və bu əhd-i peyman yolunda xırda körpələrini, uca boy qardaşını, gözəl əshabını qurban verdi və namusunu Allah yolunda əsir gördü. Amma dedi, ilahi, bu xırda qurbanlıqları məndən qəbul eylə. Bugün vəzifəmiz budur. Hər kəs hər yerdədir. Hüseyin ibn Əliyə əza saxlasın. Sən hardasan, ora Hüseyniyyədir. Sən özün bir bayraqsan. Sən özün bir Hüseyin ibn Əli'nin əshabısan. Bu dünyada böyük bir Kərbəladır. Və bu Kərbelaların bir ucu Fələstində, bir ucu Yəməndə, bir ucu İranda, bir ucu Azərbaycanda, bir ucu Əfqanistanda və hər bir yerdəki Hüseyin ibn Əlinə ləbbeyk deyən var. Orada Kərbelalar yaşanır. Hər kəsində vəzifəsi bir vəzifədir. Hüseyin ibn Əli kimi zalimlar və tağutlar qarşısında dayansın və bir Hizbullah olaraq desin, heyhat minnəzzillah. Heyhat minnəzzillah. Heyhat minnəzzillah. Zillət bizdən uzaqdır və biz qoymarıq bir daha aşuralar təkrar olunsun və Hüseyin ibn Əlilər məqtəldə qəribanə şəhid olsun və əhlə əyalı əsir getsin. Bugün Kərbəla bizlərə ibrətdir. O əzadar Hüseyin ki Kərbeladan ibrət almasa, o Hüseynə əzadar deyil. O əzadar Hüseyin ki bu məclislərdə zalim siyonistlərə düşmən kimi yetişib tərbiyə olmasa, o məza məclisi Hüseynə əza məclisi deyil. O əza məclisi ki orada Yezidlərə, tağutlara, zalimlara qarşı nifrət və kin bəslənməsə və lənətlər oxunmasa, o əza məclisi Hüseyin ibn Əlinin əza məclisi deyil. Hüseyin ibn Əlinin əza məclisi tərbiyə və məktəbdir. İmam Zaman əleyhissalam üçün əskər və kadr yetiştirir. Dünyanı nicat vermək üçün igidlər və mərdlər yetiştirir. Həyalı analar, iffətli qız gəlinlər yetiştirir ki, öz torpaqlarını, öz cavanlıqlarını, öz əhlə əyalını nicat versinlər. Əzizlər, hər ev bir Hüseyniyyədir. Hardasan, denən bura Hüseyniyyədir. Rovza oxu İmam Hüseyin əleyhissalam. Rovza qoyun qız gəlinlərinizlə, uşaqlarınızla ağlayın. 100% bunu əmin olun ki, əgər o evdə ki İmam Hüseyin əleyhissalam əzadarlıq olsa, o ev beheştir. Beheştin bir cüsəsidir. Hüseyin ibn Əlinin gümbədinin altıdır. Dua müstəcabdır orada. Allah'ın xeyri və ləkəti, mələklərin nüsrəti ondadır. Əgər buna görə də əziyyət olsanız, yeryüzünün ən xoşbəxt insanlarısınız. Xoş o kəslərin halına ki, Hüseyin ibn Əliyə xatir əza tutarlar. Hüseyin ibn Əliyə xatir gözyaşı tökərlər. Hüseyin ibn Əliyə xatir əziyyət olarlar. Hüseyin ibn Əliyə xatir şəhid olarlar. Hüseyin ibn Əliyə xatir can verib Allaha can qurban edərlər. Amma zillətə baş əyməzlər. Artıq dünya bütün küfrün, bütün zəlalətin, bütün pislikin, bütün hak, bütün ədalət, bütün yaxşılıq, bütün gözəlliklə üzbəüz dayandığını görür. Bugün qələbə günüdür. Bugün məğlubiyyət günü deyil. Bütün dünya şahid oldu. Bütün dünya şeytanları, Qərb, Avropa və onların
ön cəbhədə şeytan üçün, şeytanın hakimiyyətinin yeryüzündə qurulması üçün her şeyi kurban etmeye hazır olan Siyonist rejimi bütün vesayetlerle, bütün kudretiyle hücum elədi. Ebu Abdullah Hüseyin'in xeyməsi olan İran İslam Respublikasına dağıtsın, Seyyid Ali Xamene'ini qətlə yetirsin, sepahı aradan aparsın, İran'da olan İslam devletini məhv eyləsin ve emin idi ki bu her taraflı hücum ki arkasında şeytan, Amerika ve büyük iblisler, tağutlar, cinler dayanır. Bir neçə gün ərzində İran'ı məhv edəcəklər, rəhbərimizi aradan götürəcəklər, sepahı dağıdacaqlar, Hüseyin İbn Ali'nin bayrağını indirəcəklər. Ama dünya şahid oldu ki necə izzətli günlər, necə şəhadətlə dolu qələbə günləri İran ve İslam ordusu yaşadı ve necə zillətli ve fərar günlərini, necə məğlubiyyət günlərini Siyonist, Amerika, Hizb-i Şeytan ve onların el-altıları Avrupa'da ve dünyada olan bütün iblisler bu zilleti yaşadılar. Ve sonra da zilletle dediler biz ateşkes edirik, biz sülh edirik. Bunlar sülh kelimesini işlettiler. Onlar ateşkes kelimesini işlettiler. Ama aziz rəhbərimiz İmam Xameneyi hem de İran'da olan hərbi qüvvələr, hem təhlükəsizlik şurası beyaniyelerinde bir dəfə sülh ve ateşkes sözünü işletmedi. Ne sülh olub, ne de ateşkes olub. Muharebe devam edir. Sadece zahirde her iki taraftan atılan silah hücumu dayanıp aslında budur. Muharebe devam edir ve bu muharebe o vakte kadar devam edecek ki Ebu Abdullah Hüseyin'in bayraqları yeryüzünde ucadır. Ve bu bayraqlar eğer bugün İran'da, Irak'da, Livan'da, Yemen'de ucadır. O vakte kadar ki bu bayraqlar Amerika'da, Kuds-i Şerif'te, Avrupa'da, Azerbaycan'da ve dünyanın dört köşesinde zirvelere ucalana kadar bu muharebe devam edecek. Ve lebbeyke ya Hüseyin sesi ve feryadı dünyada Hüseyin İbn Ali aşıklar tarafından asimanlara hak olandan sonra bu muharebe İslam ve Kur'an'ın ve Hizbullah'ın galebesiyle bittikte hakla batılın muharebesi bitecek ve Hizbullah yeryüzünde hakim olacak. Hiç vaxt Hizbullah'la Hizb-i Şeytan arasında ateşkes yoktur. Ateşkes yoktur. İnşallah bu günler, bu geceler dua edin siz. İslam ordusunu, mukavemet cəbhəsini, aziz İran'ı, İmam Xameneini. Bunlar hakiki Kerbeladır. Bir daha Aşura tekrar olmayacak. Ve naumid olmayın. Eğer İslam ordusunun sərkərdələri, generalları şehit olurlar, bunlar itki değil. Bunlar yeniden yeni bir cəbhədə yaşamaq üçün, xidmət üçün cəlb olurlar, cəzb olurlar. İslam inqilabının əvvəlində bütün inqilabı edən banilər, rəhbərlər, mücahidlər bir şəhid oldular İranda. Bir dəfəlikdə 80'a yaxın İslam Partiyasının İranda, Tehranda
ən mühüm üzvləri şəhid behişti kimi mütəfəkkir insanlar şəhid oldular. Şəhid mütəhhəri şəhid oldu. Şəhid müfəttiş şəhid oldu. Yüzlərlə generalı şəhid elədilər. Dedilər inqilab bitdi, tamamlandı. 8 il müharibə elədi. 36 dənə ölkə arxasında dayandı bu Saddam məlunun. İranı yıxsın, inqilabı yıxsın, amma bacarmadılar. İmam Xümeyni vəfat elədi, dedilər qutardı, bitdi hər şey. Heç kəs Həzrəti Xümeyninin yerin verə bilməz. İnqilab tamam oldu. Amma onun layiqli xələfi Həzrəti İmam Xümeyni bu pərçəmi saxladı. Bu pərçəm ucalacaq, bu pərçəmin ələmdarları həmişə var və olacaq. Bir şərti var, siz meydanda olasınız, xalq meydanda olsun. Əgər İmam Əli əleyhissalam da imam olsa, xalq onu tək qoysa, millət onu tək qoysa, millət imamına dayaq olmasa, imam məzlumcasına qətligahda, səcdegahda, məsciddə şəhid olacaq, zindanda əsir olacaq, Samirrada sürgün olacaq. Amma əgər millət imamın arxasında olsa, bütün sərkərdələr şəhid olsalar, hətta imam belə şəhid olsa, yerinə gələn imam ilahi hakimiyyəti davam edəcək və Hizbullahı yer üzündə qalib edəcək. Və biz bugün görürük İran xalqı və dünyada olan haqq cəbhəsinin tərəfdarı həqiqətən lazımı hətta naib İmam Həzrəti Xameneinin arxasındadılar. Ola bilər İranda da bir iddə müxaliflər var. Əmir el-Mömin əleyhissalam demirdi bütün əhli İraq və əhli Hicaz mənimlə olsun. Əmir el-Mömin əleyhissalam bəzən buyururdu 20 nəfər, 21 nəfər mənimlə olsaydı qiyam edərdi. O qədər ki imam istəyirdi qoşun gəlsin döyüşməyə hazır olsunlar. Xalq özü meydandadır. Çıxırlar. Ola bilər 100.000 çıxır, 100.000 də müxalif olsun. Amma o 100.000'in olduğu ilə kifayətdir. Əmir el-Mömin əleyhissalam buyurur xutbəsində, nə olub sizə? Sizi müharibəyə çağıram, gəlmisiniz, qışda deyirsiniz soyuqdur, yayda deyirsiniz istidir, sonra deyirsiniz ki əkin əkmişik, bunu becərək gələk. Əmir əleyhissalam onları nifrin edir. Deyir, kaş sizi tanımayardı. Siz necə əshabsınız? Amma bugün İmam Xameneinin əskərləri dünyanın 4 köşəsində Ləbbeyk ya Hüseyn deyib bu İslamdan, bu inqilabdan, bu Qur'andan müdafiə etməyə hazırdılar. Yalvarırlar özlərini çatdırsınlar bu Seyyid Evladı Peyğəmbərdən, Seyyid Əli Xameneyi Hüseynidən müdafiə etsinlər. Sepahdan olsunlar, Hizbullahdan olsunlar, müqavimətdən olsunlar, canlarını fəda eləsinlər. Bunlar yox idi Əmir el-Mömin əleyhissalamın dövranında, yox idi İmam Həsən əleyhissalamın dövranında. Ona görə düşmən sizi naümid eləməsin. Bugün İran xalqı qeyrətli, müsəlman, bəsirətli bir millət kimi meydanda imamların arxasında dayanıblar. Sepah möhkəm öz yolunu davam edir. İmam Xameneyi səngərdə bir imam ki möhkəm dayanıb, müqavimət cəbhəsi onun fərmanındadır. Və təbiidir, müharibədir. Kimlərsə şəhid ola bilər, kimlərsə yarana bilər, hansı evlər dağıla bilər. Təbiidir, amma sonu budur. Əla innə Hizbullahumul qalibun. Həqiqətən Hizbullah qalibdir. İnşallah yaxşı gecəniz olsun əzizlərim. Sizə Allaha tapşırıram. Əgər Allah ləyaqət versə hər gecə sizinlə söhbət edərik, danışarıq. İnşallah ki Allah sizin evlərinizi sizlərə Hüseyniyə eləsin. Haradasınız İmam Hüseyn əleyhissalama? Rovzəxan olun, Rovzə məclisinin səbəbkarı olun. Xırda da az da olsa
bir yemək hazırlayın İmam Hüseyin Aleyhisselamın adına. Öz evinizdə belə pişirdiyiniz yemək ehsan verin və çalışın əza məclislərini mütləq bərpa edin. Əza məclislərinə gedin. Qohum qonşularınızı, qohum əqrəbəni dəvət edə bilirsiniz. Əza məclisinə dəvət edin. İnşallah Allah sizdən razı olsun. Allah başınızı uca eləsin. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu.